Salam dostlar, daha bir peçimiz müşterimizin sifarişi ilə hazır oldu. Allah'ın izniyle inşallah sabah gedir Sezən şəhəri Yenikent kəndinə. Müşterimize xeyirli olsun. Kim belə yağla işləyən peçlər istəyərsə, profildə nömrəmiz var, müraciət edə bilər. Bu balonla yağ basokunu müşteri özü vermişdi. Bu da kraskalı olduğuna göre tam kraskalıydı. Kraskası yandı tamamıyla. İndi hələ isti şotkalamışam ki tam çıxsın üstündən. Üstü verirdi və video çəkəndə gördüm çox üstüdür. Ona görə yenidən bir video çəkməyə qərarı gəldim. Bu da işləməyi. Hələ ki fanımız yarı xotdadır. Baxa bilərsiniz, üstü çıxmır, hisipası yoxdur. Hətta alov çıxır ancaq. Bu maşın gaz balonu olduğuna göre burada krişkası vardı, onu kesip götürdüm. Orada bir dənə əlavə olaraq dairə şəklində dəmir attım ki, çox səliqəsiz görsənməsin. İndi fanımıza biraz da xod verək. Bu da olma xodu. Kodunu alırıq, baxa bilərsiniz. Baxın, yarıdan da aşağıdadır. İşləməyi də belə. İçi maye halında qazın yapışıb qaldığına görə yanır. Arada belə tüstülər olur. O da tam yanıb qutarandan sonra 1 qram da tüstüsü olmur, baxa bilərsiniz. Yenə də hələ ki xodunu yarıdan da aşağı qoymuşuq. Alov yuxarı çıxır. Tam baza şəklinə qoyanda, bazanı tam qoyanda 4 metr 20 sm, 4 metr 50 sm, bəlkə də çox olar ki, az olmaz. Alovu bazada gəzdirir.